Okey. Problem değil. Aysel xanım da elə atırdı. Hə. Mən elə bildim birləşdirib göndərirəm. Okey. Skinius da ya sağa gedir, ya sola gedir. Kurtozis de ya daha az aşağı yamazlı olacaq. Yəni dikliyi baxımından. Ya daha az dik olacaq. Belə olacaq. Ya belə olacaq, ya da belə olacaq. Kurtozis bu dikliyi müəyyənləşdirir. Bu dikliyi müəyyənləşdirmək nədir? Əgər yenə də paylanmış numerik continuous dəyərlərində ciddi şəkildə alt dəyərlər varsa, bu daha çox dik olacaq bu da qrafikin. Daha az alt dəyərlər varsa, özünü müşahidə edirsə, bu daha yassı olacaq. Və onun da qrafiki belədir. Bu formada gedir. Aşağı kurtozis bax budur. Daha necə deyərlər, dik formada olması sağ tərəfdədir. Qrafik daha dik olur. Ortadakı isə orta kurtozisdir. Bu kurtozisin dəyərlər üzərində paylama formasıdır. Inferential statistiksə gəldikdə. Inferential statistiksə artıq testlər var. Bu testlər nədir? Müəyyən bir nəticəyə gəlmək üçün, müəyyən bir cavabı əldə etmək üçün istifadə olunan testlərdir. Və burada cavablarımız hipotezlər olur. Nədir hipotezlər? Məsələn, bir H0 hipotezi var, bir H1 hipotezi var. Biri olur ki, tutaq ki, hər hansı bir əməliyyatın icrasında fərq yoxdur. Bir də olur, hər hansı bir əməliyyatın icrasında fərq var. Bunu H0, H1 olaraq adlandırırsan və sənin tətbiq etdiyin testlər onu müəyyənləşdirir ki, sən bu əməliyyatı icra edərkən aradakı fərq var cavabı olsun, yoxsa ki, aradakı fərq yoxdur nəticəsi alınsın. Bax, bunlar testlərlə baş verir. Independent t-test, müstəqil t-test, iki qrup arasındakı aparılan bir tətbiq olunan t-testdir. Burada bax, H0 olaraq demişik ki, qrup ortalaması arasında kəskin fərq yoxdur. H1 olaraq demişik ki, alternativ hipotezdə deyirlər buna. Qrup ortalaması arasında kəskin fərq var. Mən buna t-testini tətbiq etdikdən sonra bir dənə threshold təyin edirəm. Özümə 0.05. Bu nədir? Deyirəm ki, 95% ehtimalına mən düzgün cavab almaq istəyirəm. Mənim burada bir dənə p-value olur. P-value əgər 0.05-dən kiçikdirsə, H0-ı atıram, H1-i götürürəm. Yadınıza saxlayın. P-value, testin P-value'su 0.05-dən kiçikdirsə, H0 atılır, H1 götürülür. 0.05-dən böyükdürsə, H1 götürülür. H0 götürülür. 0.05 bəs nədir? 0.05 xəta payıdır. Yəni ki, 95% əminəm, 5% əmin deyiləm. 99-un 0.1%-i də götürürlər, yəni 99 0.01. Bu formada da olur, amma ki, bu tövsiyə olunan deyil, real iş mühiti 95% intervalından, ehtimallan işləyir. Burada artıq testi tətbiq etdikdən sonra mənim pi dəyərim 0.09 olur. Ona görə deyir ki, əhəmiyyətli fərq yoxdur. Yəni H0-ı götürdü. Çünki 0.05-dən böyük oldu mənə p-value. Gəldim ikinci tip t-testinə, paired of t-test. Bu artıq t-testin ümumiyyətlə 3 forması var. Independent 2 dənə qrup arasındakı fərqi tapırdın. Paired of t-testi isə bir dənə qrup arasındakı ortalama fərqi tapırsan. Bir dənə qrup arasında necə tapırsan? Məsələn, xəstədir, xəstəyə dərman vermirsən. Artıq bu xəstənin iki halı yaranmış oldu. Bir dənə xəstədir. Sadəcə iki hal var. Bir dərmandan öncəki hal, bir dərmandan sonraki hal. Buna deyirlər paired of t-test. Paired of t-test tətbiq eləyəndə yenə də p-value əgər 0.05-dən kiçikdirsə, H0 atılır, H1 götürülür. Yox, əgər 0.05-dən böyüdürsə, H1 götürülür. Mən də baxıram ki, p-value 0.05-dən kiçikdir.
Bu belə olması nədir? Əgər baxırsınız, məsələn 1.09-u da 0.05-dən böyükdür. Əgər sonunda y varsa, bu belə yazılıbsa, bu o deməkdir ki, bu rəqəm çox kiçikdir. Yəni baxmayın, burada 1.0 var. Çox kiçikdir deyənə onu hesabata qata bilmir. Ona görə belə yazır, sonuna y minus qoyur. Bu o deməkdir ki, 0.05-dən kiçikdir. Ona görə də H0-ı atır, H1-i götürür. Bir də one sample t-test var. One sample t-test artıq bir dənə qrup üzərində işləyir və həmin qrup üzərində əməliyyatı icra edir. Bir var, iki qrup arasında fərqi baxdıq. Bir qrupun əvvəl sonrakının arasındakı fərqə baxdıq. Bir də bir qrupun mövcud vəziyyəti üzərindən fərqə baxırıq. Burada da məsələn şagirdlərin ortalama balları olur. Bu balla əsasən müəyyənləşdirirsən ki, ortalama bal statistik olaraq ortalaması 70-dən fərqlidir, yoxsa fərqli deyil. Onu müəyyənləşdirirsən. Onu da müəyyənləşdirmək üçün one sample t-testdən istifadə olunur. One sample t-test tətbiq edəndə yenə də H0, H1 hipotezləri müəyyənləşdirsən, deyirsən ki, H1-də sinifin ortalaması 70-dən fərqlidir. Sinifin ortalaması 70-ə yaxındır və yaxud ki, fərq əhəmiyyətli dərəcədə deyil. Və p-value 0.021, daha doğrusu 0.21, 0.5-dən böyükdür. Ona görə də sinifin ortalaması 70-ə yaxındır. Fərq əhəmiyyətli deyil cavabı götürdüm. Yəni H0-ı götürdüm. Z-score bilirsiniz, altta yerləri müəyyənləşdirmək üçündür. Və Z-score hesablayarkən niyə 3-dən 3 thresholdu götürülük, onu da bildik. Çünki 3-cü paylanma forması, standart deviation 3-cü paylanma formasından yüksək olarsa Z-score, həmin dəyər alta yer hesab olunur. Bəs ANOVA nədir? ANOVA testi t-testi kimidir. Varians analizi deyirlər buna. Sadəcə t-testi 2 qrupa qədər aparıla bilir. ANOVA testi isə 3 və daha artı qrup üzərində aparıla bilir bu test. Burada da H0 və H1 hipotezləri müəyyənləşdiririk. Testi aparırıq və p-value-nun 0.05-ə nəzərən H0 yoxsa H1-i götürəcəyimizə qərar veririk. Baxın, bu da sizin statistikanızdır. Burada danışdığım hissələr hər biri müsahibə mərhələsində sual verə biləcək hissələrdir. Yəni, əgər sabah müsahibəyə getsə, statistikadan sual versələr, 95% ehtimalla əminliklə deyə bilirəm ki, bundan əlavə sual verməyəcəklər sizə. Statistika 4 illik bir proqramdır. Yəni, xarici universitetdə 4 ilə statistikanı öyrədən universitetlər var. Ona görə də, məsələn, bizdə akademiyalar hamısı deyir, bir aya statistika öyrənmək olmur. Statistikanı rahat, normal qavramaq üçün, anlaşmaq üçün ki, bunu bu formada tətbiq edirlər, mənası var. Onu azı gəlib heç olmazsa 1 il sərf eləyəsən. 6 ay, 1 il sərf eləyəsən. O da kör-körəni öyrənmək üçün. Ona görə yəni bunların hamısına nəzərə alın. Burada nə qaranlıq qalan hissə sual var. Okey, Şəbnəm gelir. Vəziyyət necədir ümumiyyətlə statistikada? Yəni çox belə şey deyil, qarışıq gəlmədi. Ben bunları hardasa yayda Udemy'den kurs almıştım. Biraz bilirdim, anlayışım var idi, ama indi bu bəzi şeyləri bilmirdim tam. Mesela onlar mənim üçün də faydalı oldu. Bu skewness'də media modun sağdan soldan qoyma hissəsini məsələn bilmirdim. O müsahibədə bu arada mənə o sualı şəxsən veriblər ki, right skewness olanda media mod necə paylanır, left skewness olanda necə paylanır. Bank sektorunda vermişlər o sualı mənə. Onu bilməyimizdə fayda var. Buyur.
Müəllim, bu faylı göndərərsiniz də qrupa zəhmət olmasa. Hə, bu mütləq göndərəcəm. Yəni burada nə varsa hamısını göndərəcəm sizə. Çox sağ olun. Baxıb təkrar eləyərsiniz. Dediyim kimi, bir dəfə öyrənməkdən bir ay sərf etməkdən, yəni bu o yerinə oturacaq bir şeylər deyil də. Ona görə buna müəyyən bir zaman sərf eləməlisiniz. Zaman sərf eləyin hissəsinə qaldıqda mən zaman sərf eləməlisiniz öyrənmək üçün. Amma hal-hazırda siz oturun buna 5-6 ay sərf eləyin deyə bilmərəm. Çünki bilirəm ki, sabah şirkətə gəlsəz, bunlardan heç birindən istifadə eləməyəcəksiniz. Yəni niyə boş-boşuna deyim ki, Kurtozisə baxacaqsan orada, get Kurtozisi nöqtəsinə qədər öyrən. Boş-boşuna yəni bunu öyrənməyə və zaman sərf eləyəcəksən. Ona görə yəni bu biraz təhlükəli şeydir, qərardır ki, mən deyim, statistikanı güclü öyrən, zəif öyrən. Bilməyinizdə fayda var, belə deyə bilərəm. LinkedIn-də amma elə yazırlar ki, yəni statistika bilmirsənsə, Bunu yazanlar heç biri statistikanı bilmirlər. O dərəcə yəni. Yəni insan özünü biraz hiss edir ki, məndə nəsə çatmır. Bir də soruşacaqdım. Mələyə də sual. Məlik o eləyə bildi streamliti ya yox, qrupdan soruşurdu. Mən də çox kömək ola bilmədim. Mələk streamlit eləyən yerdə kompüteri xarab oldu. Bilmirəm, gecikmişdim. Streamliti yazmışdım, amma PyCharm'da yazmışdım. Hə, bir dənə o hissəni göstər. Yanılmıramsa, Terminalım açılmamışdı yəni məndə. hə. Bax, Mələk, Streamlit üzərində işləyirsənsə, o interfeysi falan görmək istəyirsənsə, ümumiyyətlə bax bu fayl deyil də, bu biz kod yazırıq burada. Sən bu fayldan istifadə etməlisən, PY faylından. Burada məsələn import streamlit SST yazırıq. Sən dedin ki, st.title yazıb baxanda Kamal. Sən dedin buna necə baxım? Nəsə bunun adını yazmam da uzun uzadır. Məsələn bunu yazmısan, deyirsən ki, bunu UI tərəfindən görmək istəyirəm. Artıq bax gəlib burada bir dənə sağ klikləyib Show in File Browser basırsan hər ehtimala qarşı ki, bu sol paneldə sənin olduğun qovluğa getsin də, faylın olduğu qovluğa getsin. Burada gəlsən plusa tıklayırsan yerinə terminal var. Terminalı açırsan, daha sonra burada streamlit run faylın adını məsələn test faylıdır. Test.py yazırsan, Enter-i basdıqda burada avtomatik localhostda açılır səndə fayl. UI tərəfi yəni. Sən çünki Shift Enter falan demişdin orada yanılmıramsa. Shift Enter burada run bilirdim, elə run etməliyəm. Sonra gördüm ki, terminaldan run etməliyəmmiş. Sonra PyCharm'da düzəltmişdim əslində. Prosto bir dənə datanı düzəltmə hissəsi qalmışdı orada. Datanı düzəltmə hissəsi də burada düzəldirsən datanı. Aha, oldu. Baxın belə. Başqa nə qaranlıq qalan hissə, sual. Bir də zəhmət olmasa kompüter ustasının da nömrəsini ata bilərsiniz. Hə. Onu mütləq göndərirəm. Bizim axırıncı dərsimiz budur, yoxsa ondan sonra bir dənə qısa bir dərs olacaq? Bundan sonra məncə axırıncı dəfə dedik ki, olsun da əlavə bir dənə. İstəmirsiniz Olsun. də. Mən istəyirəm açığı. Hə, tamam, onda əlavə dərs də olacaq. Orada biraz da danışaraq əlavə olur. Bu arada ayın 5-i Lalə səndə alınır, yoxsa alınmır? Tam olaraq. Məndə alınmır yox. Amma o qədər istəyirdim, Mələyi də görmək istəyirdim realda, Şəbnəmi də, sizi də. Heç biri alınmadı, biraz pis oldum. Bakıda deyilsən hal-hazırda. Yox, xeyr, Bakıda deyiləm. Anladım.